Salam əziz şagirdlər. Bugün sizinlə Paradoks Tədris Mərkəzində təşkil olunan OTK-nın kimya fənni üzrə 11-ci sinif 4-cü qruplar üçün olan sualların izahlarına baxırıq. Birinci sualımız azot və hidrogen arasında gedən reaksiyadan bəhs eləyir. Əvvəlcə reaksiyanı yazırıq. Əmsallaşdırmaq vacibdir. 17 qram maddə əmələ gələn zaman reaksiyaya girən maddələrin kütlələrindən bəhs eləyir və kütlələr də reaksiyaya girən maddələrin kütlələri də bərabər götürülmüşdür. 17 qram amonyak əmələ gələndə reaksiyaya girən maddələrin kütlələrinə baxırıq. Əgər amonyak 34 qram əmələ gəlsəydi, 6 qram hidrogen, 28 qram azot reaksiyaya girəcəkdi. 17 qram əmələ gəlirsə əgər amonyak, hidrogen 3 qram, azot isə 14 qram reaksiyaya girəcək. Bərabər kütlədə götürülübsə əgər, bu zaman hidrogeni də, azotu da 14 qram götürməliyik. Çünki bu zaman kütləsi az olan maddə artıq qalacaq. 14 qram azot, 14 qram hidrogen əgər götürülürsə, bu zaman hidrogenin gördüyümüz kimi 3 qramı reaksiyaya girir və 11 qram hidrogen artıq qalır. Bizdən artıq qalan maddənin neçə qram karbonla reaksiyaya girdiyini soruşur. Bu zaman karbonun hidrogenlə reaksiyasını yazırıq. Bizim 11 qram hidrogenimiz artıq qalmışdı. Biz görürük ki, 12 qram karbon reaksiyaya girən zaman 4 qram hidrogen reaksiyaya girir. Hidrogenimiz əgər 11 qram olarsa, karbonumuzun neçə qram olduğunu soruşur. Biz buradan hesablama aparan zaman X-in 33 olduğunu asanlıqla hesablaya bilərik. Cavabımız C variantı. Məhlulda gedən hansı reaksiyalarda lövhənin kütləsi azalar? Lövhənin kütləsi o zaman azalar ki, metal, yəni sərbəst metal, metalın kütləsi duzun tərkibindəki metalın kütləsindən artıq olsun. Biz də maqneziumun kütləsinin 24, misin kütləsinin isə 64 olduğunu görürük. Bu zaman lövhənin kütləsi artacaq. Sinkin kütləsinin 65, misin kütləsinin isə 64 olduğunu görürük. Bu zaman lövhənin kütləsi azalacaq. Maqnezium 24, dəmir isə 56-dır. Bu zaman maqnezium lentinin, maqnezium lövhəsinin kütləsi artacaq. Artanlara plus qoyuruq. Sink kütləsi 65, dəmirin kütləsi isə 56-dır. Bu zaman lövhənin kütləsi azalacaq. Azalanlar 2 və 4. Cavabımız B variantı. 33-cü sual. PKO5-in soyuq su ilə reaksiyasından HPO3 əmələ gəldiyin bilirik. Bu zaman buradan proton sayılarını hesablayırıq. Hidrogenin protonu 1, fosfor 15, oksigenin isə 8 proton olduğunu bilirik. 3'ü oksigenin isə protonlarının sayının 8 olduğunu bilirik. Maddəmizdə 3 oksigen var. O zaman 3'ü 8'e vururuq. Toplayırıq.
Bu zaman protonların sayının 40 olduğunu hesablayırıq. H-xlor OM maddəsində isə protonların sayının bundan 2 vahid artıq olduğunu bizə deyir. Biz yenə də hidrogenin 1, xlorun 17, oksigenin isə 8 olduğunu bilirik. Və 42-yə bərabər edirik. Bu zaman M-in 3 olduğunu biz hesablaya bilərik. Maddəmiz deməli H-xlor-O3. Xlorat turşusuymuş. Xlorun oksidaşma dərəcəsini istəyir. Hidrogenin müsbət 1, xlor X, oksigen -2 işarələsək, bu zaman xlorun oksidaşma dərəcəsini müsbət 5 olaraq hesablaya bilərik. Cavabımız B variantı. 35-ci sualda karbon və kükürt ilə reaksiyaya girib, xlor ilə reaksiyaya girə bilməyən maddəni bizdən istəyir. Bu zaman vaxt itirmədən cavab seçməliyik. Cavab oksigendir. Çünki oksigen karbon ilə reaksiya zamanı CO2, kükürt ilə reaksiya zamanı isə SO2 əmələ gətirir. 36-cı sualda problem olduğuna görə bunu izah etmirik. Keçirik 37-ci suala. Silisyumla reaksiyaya daxil olsun. X, Y həm karbon, həm silisyumla reaksiyaya girir. Z isə yalnız karbonla reaksiyaya girsin. Biz bu zaman variantlar əsasında cavabı tapacağıq. Variantlara baxaraq görürük ki, A variantında magnezium X ola bilməz. Nəyə görə X ola bilməz? Çünki magnezium həm karbonla, həm də silisyumla reaksiyaya girir. Ona görə variantlar içərisindən A-nı çıxırıq. Silisyum natrium hidroksidlə, yəni ümumiyyətlə qələvi məhlulu ilə reaksiyaya girir. Ola bilər, karbonla reaksiyaya girmir, ona görə ola bilməz. Oksigen həm silisyum, həm karbonla reaksiyaya girə bilir. Bu variantda düzgün ola bilər. Z isə hidrogen əgər seçsək, karbonla reaksiyaya girib, silisyumla reaksiyaya girə bilməyəcək. Ona görə cavabımız B variantı. 38-ci sualımız liflərin və polisterolun ümumi formuluna əsasən tərtib olunmuşdur. Biz bu zaman formulları bilməliyik. Kapron lifinin formulu. Bu şəkildədir. Bu zaman 6 karbonun 11 hidrogenin olduğunu görürük. Ona görə cavabımız A variantı deyil və Y variantı deyil. Polisterol. Stirolun ümumiyyətlə formulu C8H8-dir. Bu zaman, bu da polimerləşən zaman atomların sayı dəyişmədiyinə görə burada 10 hidrogenin olması mümkün deyil. Ona görə cavablar arasından 4-ü də silirik. Və cavabımız D variantı. 39-cu sualda halogenlərdən söhbət gedir. Biz bilirik ki, su ilə reaksiyaya girib HXO və HX şəklində maddələr əmələ gətirən xlor və brom ola bilər. Su ilə reaksiyaya girməyən halogenimiz yoddur. Kükürt ilə bu şəkildə reaksiyaya girən halogenimiz isə flordur. Halogenlərin aktivliyi artdıqca onların hidrogenlə reaksiyaya girmə sürəti də artır. Ona görə biz florun olduğu, yəni V3 sürəti olan reaksiya bütün reaksiyalardan daha sürətli olacaq. Xlorun olduğu reaksiyalar və ya bromun olduğu reaksiyalar yoddan daha qüvvətli olduğuna görə X-in olduğu, yəni V1 sürəti olduğu reaksiyanı da ikinci yerə qoyuruq. Bu zaman cavabımız bu şəkildə formalaşır.
Cavab B variantı. 40-cı sualda üçlü alkil amindən söhbət gedir. Molekulunda CH rabitələrinin sayı 9-dur. Əgər üçlü amindirsə və CH rabitələrinin sayı 9-dursa, biz bu amini trimetil amin şəklində yaza bilərik. Bir molun tam yanmasından 5,5 mol su alınır. Əgər 5,5 mol su alınırsa, bu maddənin tərkibində 11 hidrogen atomu olmalıdır. Bizdə 9 hidrogen atomu olduğuna görə cavab A deyil. 11 polyar kovalent rabitə var. 11 polyar kovalent rabitə müxtəlif atomlar, qeyri-metal atomları arasında olmalıdır. Bu zaman bizdə 12 polyar kovalent rabitə olduğunu görürük. Ona görə B də deyil. Molekulunda 4 karbon atomu, xeyr, 4 karbon atomu yoxdur. Molekulunda qeyri-polyar kovalent rabitə yoxdur. Bəli, eyni atomlar arasında olan rabitə bu maddədə olmadığına görə cavabımız D variantı. 41-ci sualda 100 ml 2 mol böl litr ortofosfat turşusu üzərinə 300 ml 2 mol böl litr qatılıqda natrium hidroksid məhlulu əlavə etdikdə alınan məhlulda ortofosfat ionlarının qatılığından hesablamağımızı istəyir. Ortofosfat ionlarının burada çöküntüsü baş vermədiyinə görə biz sadəcə olaraq 2 mol böl litr H3PO4'də olan ortofosfat ionlarının miqdarını hesablamalıyıq. Bu zaman məhlulun həcmin qatılığa vururuq. Deməli, maddəmiz 0,2 mol imiş. Molyar qatılığın düsturu C bərabər nu bölünsün V olduğunu bilirik. Buradan biz bizdən tələb olunan maddənin, yəni ortofosfat ionunun qatılığını hesablamalıyıq. Bu zaman ortofosfat ionlarının mol miqdarını ümumi məhlul həcminə bölməliyik. Biz ortofosfat turşusunun 0,2 mol olduğunu görürük. Ortofosfat turşusu məhlulda 1 molundan 1 mol ortofosfat ionu verir. 0,2 mol da 0,2 mol ortofosfat ionu verir. Bu zaman məhlulun həcmi isə ümumi həcmi hesablayırıq. 100 ml və 300 ml toplandıqda 400 ml-dir. Və bunu da litrə çevirən zaman 0,4 litr edəcək. 0,2-ni 0,4-ə bölən zaman qatılığımız 0,5 qatılığımız 0,5 mol böl litrdir. Cavabımız D variantı. 42-ci sualda oksigen və kükürdün oxşar və fərqli cəhətlərini bizdən yazmağımızı istəyir. 8 atomlu bəsit maddə təbii ki, kükürdə aid olduğunu biz bilirik. Allotropi şəkil dəyişmələri həm oksigenin, həm kükürdə mövcuddur. Bu kəsməyə yazırıq. Silisium ilə reaksiyaya daxil olur. Həm kükürdün, həm oksigenin silisium ilə reaksiyası mövcuddur. Ona görə 3-ü də kəsişməyə yazırıq. Azot ilə reaksiyaya daxil olur. Azot ilə reaksiyaya daxil olmağı oksigenin olduğu qrafaya yazırıq. Cavabımız A variantı. 43-cü sualda X-OH birləşməsində oksigenin protonları bütün protonların 50%-ni təşkil edirsə, X-in normal halda cütləşməmiş elektronların sayı bütün elektronların neçə faizini təşkil edir? Əvvəlcə hesablamalıyıq ki, X maddəsində neçə proton var? 3 oksigen atomu olduğuna görə burada oksigenlər 24 proton verir maddəyə. Əgər 50% təşkil edirsə, ümumi maddədə 48 proton olmalıdır. Deməli ki, X-in 24 protonu mövcuddur. Biz elektron konfigurasiyasını yazsaq əgər, bu zaman 3D5, 4S1 şəklində yazmalıyıq. Bütün protonları əgər 24-dürsə, yəni neytral atomda protonların sayı elektronların sayına bərabər olduğuna görə 24 də elektronu mövcuddur. Bu elektronlardan 6-sı cütləşməmiş elektronlardır. Bunu da faizini hesablayan zaman 25%-dir.
Cavabımız Y variantı. 44-cü sualda tarazlıq sabitinin hesablanmasını tələb eləyir bizdən və maddələrin 50% sərf olunduqdan sonra tarazlıq yarandığı şərtini verir. Biz maddələrin hər ikisinin mol miqdarını hesablasaq, hər ikisinin 0,2 mol miqdarında olduğunu görərik. Və reaksiyamızda bu şəkildədir. Bunun üçün biz əgər maddələrin kütləcə 50% sərf olunubsa, tarazlıq anında hidrogenin də 0,1, bromun da 0,1 mol olduğunu, H-bromu isə 0,2 mol əmələ gəldiyin hesablaya bilərik. Tarazlıq sabitin hesablayan zaman biz məhsulun tarazlıq qatılığın, yəni burada H-bromun əmsalı 2 olduğuna görə kvadratda yazmalıyıq. Bölürük 0,1'in kvadratına. H-bromun qatılığı 0,2, başlanğıc maddələrin isə 0,1 olduğunu nəzərə alsaq, K-nı hesablayan zaman %2'nin kvadratını %1'in kvadratına bölürük. Cavabımız 4 alınır və cavab A variantı. 45-ci sualda natrium sulfat məhlulunun elektroliz tənliyinə aid sual verir. Biz bilməliyik ki, aktiv metal və oksigenli turşudan əmələ gəlmiş duzların elektroliz zamanı su parçalanır. Tənliyi yazırıq. Katodda hidrogen, anodda oksigen qazı ayrılır. 80 qram əgər anodda maddə əmələ gəlibsə, parçalanan suyun miqdarını biz asanlıqla hesablaya bilərik. Əgər 36 qram su parçalanırsa, anoddan 32 qram maddə əmələ gəlir. 80 qram maddə əmələ gəlirsə, suyun miqdarını hesablaya bilərik. Cavabımız 90 qram. Sadə efir molekulunda hidrogen atomlarının sayının 10, sigma rabitələrinin sayını x olaraq bizə verir və x-i tapmağımız tələb olunur. Sadə efir molekulunda ümumiyyətlə götürsək, sadə efirin ümumi formulu bu şəkildədir. Bu zaman 2n plus 2-ni 10'a bərabər edib, n-i buradan biz 4 tapırıq və sigma rabitələri 4 tapdıqdan sonra istənilən bir sadə efir molekulun biz qura bilərik. Məsələn, CH3 sigma rabitələrin sayını hesablamaq üçün hidrogenləri hesablayırıq. 10 hidrogenimiz var. Oksigen ətrafında 2 sigma rabitə, karbonlar arasında da 2 sigma rabitə. Cavabımız 14. 47-ci sual. Oksidləşdiricinin 1 molunun aldığı elektronların mol sayını istəyir. Biz əvvəl buradan reduksiya edicinin kükürt olduğunu görməliyik. Çünki kükürt müsbət 4 oksidləşmə dərəcəsindən müsbət 6 oksidləşmə dərəcəsinə keçid edir. Deməli ki, kükürt reduksiya edicidir. Oksidləşdirici atomları hidrogen və oksigen olmadığını görürük. Bu zaman oksidləşdiricimiz manqan atomları olacaq. Bir kükürt atomunun 2 elektron verərək müsbət 6 oksidləşmə dərəcəsinə yüksəldiyini görürük. Reaksiyamızda 5 kükürt atomu olduğuna görə deməli 10 elektron verilib. Reduksiya edicinin verdiyi elektronların sayı oksidləşdiricinin aldığı elektron sayına bərabər olduğuna görə deməli kükürdün verdiyi elektronları manqan almışdır. 10 elektronu əgər 2 manqan atomu almışdırsa, yəni 2 mol manqan
atomları alırsa, deməli 1 mol manqan atomu 5 elektron alır. Cavabımız A variantı. 48-ci sualda nisbi molekul kütləsi 14N+30 şəklində verilmiş alkandan karbon-karbon rabitələrinin sayını istəyir. Biz alkanların ümumi formulunun CnH2n+2 olduğunu, yəni 14N+2 olduğunu görürük. Bu zaman bizdə 14N+30 verir. Deməli kütlə 28 qram artıqdır. 28 qram artıqdırsa bu 2 metilen qrupunun daha əlavə olunduğundan bizə bəhs edir. Yəni bizim N karbonumuz var idi, üstünə də 2 karbon atomu gəlmiş olur. Əgər bizim karbonlarımızın sayı N+2 qədərdirsə, karbon-karbon rabitələrinin sayı bundan bir vahid azdır. Deməli ki, N+1 qədər karbon-karbon rabitəmiz mövcuddur. Cavabımız D variantı. 49-cu sualda biz qarışqa turşusunun mis hidroksidlə oksidaşma reaksiyasının və reaksiyanın davamında verilən X və Y-lərə əsasən cavabı tapmağımızı tələb edir. Qarışqa turşusu mis hidroksidlə reaksiya zamanı karbon qazı verir və su əmələ gətirir. Həmçinin bu zaman mis bir oksid də yaranır. Biz cavablara əsasən müəyyən eləməliyik ki, görək X və Y-in reaksiyası zamanı hansı bənddə mis almaq mümkündür. Biz misin alınma reaksiyaların yadımıza salsaq, qara misin alınması zamanı mis bir oksid ilə mis bir sulfidin reaksiyasından mis və SO2 alındığını görmüşük. Deməli ki, X-imizi mis bir oksid, Y-imizi isə mis bir sulfid olaraq müəyyənləşdirə bilərik. Z əgər SO2-dirsə, biz SO2-nin də H2S ilə reaksiyasından su və kükürt alındığını bilirik. Ona görə cavabımız Y variantı. 50-ci sualda Lebedev reaksiyasına əsasən bizdən çalışmanı həll etməyimiz tələb olunur. Biz 425 dərəcə Selsidə etil spirtindən deməli divinil, hidrogen və su alındığını bilirik. Bunların hansının karbon ilə reaksiyasından digəri alındığını biz görmək üçün variantlara baxarıq. Karbonun hidrogenlə reaksiyası zamanı metan alınır və o bizim reaksiyanın məhsulları arasında yoxdur. Ancaq karbonun su ilə reaksiyasından hidrogen almaq mümkündür. Deməli biz suyu Y olaraq götürməliyik. Avtomatik hidrogenimiz X olacaq, divinilimiz isə Z olacaq. Və X, Y, Z maddələrinin hansı maddələrlə reaksiyaya girdiyini bizdən tələb eləyir. Alüminium. X maddəsi hidrogendir. Alüminium ilə reaksiyaya girməz. Cavablarımız arasından bir olan variantı düşürük. Hidrogenin xlorla reaksiyası mövcuddur. Ola bilər. Suyun natrium ilə reaksiyası mövcuddur. Mümkündür. Divinil də bromlaşa bilir. Cavabımızın biri 2-dir təbii ki. Kalsiyumun hidrogenlə reaksiyası mövcuddur. Suyun xlorla reaksiyası mövcuddur. Divinilin də H-xlor ilə reaksiyası mövcuddur. Cavablarımızdan da biri 3-dür. Deməli ki, cavabımız D variantıdır. Digər varianta da baxa bilərik. Natriumun hidrogenlə reaksiyası mövcuddur. Lakin su ilə ferium 2O3 reaksiyaya girə bilmir. Ona görə cavablarımız arasından 4-də getməlidir. 51-ci sualda natrium oksidin 12,4 qram natrium oksidin reaksiyaya girdiyi suyun kütləsini hesablamalıyıq. Biz reaksiyanı yazırıq. (18 qram su 62 qram natrium oksidlə reaksiyaya girirsə, 12,4 qram natrium oksidin də 3,6 qram su ilə reaksiyaya girdiyini hesablamalıyıq. Əgər 3,6 qram su
20 qram XO3 ilə reaksiya girirsə, biz XO3-ün kütləsini hesablaya bilərik. 3,6 qram su 20 qram XO3 ilə reaksiyaya girirsə, biz 18 qramın reaksiyaya girdiyini də hesablaya bilərik. Bu zaman cavabımız 100 qram olur. %100 olur. Əgər biz buradan oksigenin kütləsini çıxarsaq, X-in kütləsinin 52 olduğunu görərik. X-in kütləsinin oksigenin kütləsinə nisbətini hesablayırıqsa, 52-nin 48-i olan nisbətin hesablayırıq. Bu zaman 4-ə ixtisar gedərsə, 13-ün 12-yə nisbəti olacaq. Cavab Y variantı. 52-ci sual. Buten 1 və butadiyen 1 üçün ortaq olan fikri seçməyimizi istəyir. Rabitələrin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların sayı. Butadiyen qeyri-hibrid orbitalların sayını hesablayan zaman hidrogenlərin sayının üzərinə pi rabitələrin 2 mislini gəlmək lazımdır. 6 hidrogenimiz var. Divinildə 2 ədəd də pi rabitəsi var. Deməli 4 dənə p elektron buludu var. Deməli burada 10 qeyri-hibrid orbital mövcuddur. Buten 1-də isə, yəni C4H8 yazıram. 8 hidrogenimiz var, 1 pi rabitəsi var və pi rabitədə 2 p elektron olduğuna görə, p elektron buludu olduğuna görə 8 və 2 toplamı 10 edir. Elə cavabımız A variantı çıxır. 53-cü sualda 1 mol oksigen əmələ gəldiyini göstərir və nə qədərsə CO2 sərf olunduğunu bizə verir qrafikdən və deyir ki, alınmış qaz qarışığına, yəni CO2 və oksigen qarışığına 2 mol hidrogen əlavə etdikdə qaz qarışığının orta molyar kütləsi 28 olur. Biz bu zaman nə qədər karbon olduğunu, neçə mol karbon olduğunu hesablaya bilərik. Bu zaman belə bir tənlik yazırıq. Bu oksigenin nisbi molekul kütləsi 1 mol olduğuna görə 1'i 32'ye vurdum. Bu tənlikdə əgər biz hesablasaq X-i 3 tapmış olarıq. Yəni bizim qarışıqda 3 mol karbon var. Əvvəl karbonun neçə mol olduğunu hesablamaq üçün biz yenə də qrafikə baxırıq. 1 mol oksigen əgər əmələ gəlibsə, biz reaksiyadan da bunu görə bilərik. 1 mol oksigen əmələ gələn zaman 2 mol karbon qazı sərf olunur. Yəni 2 mol sərf olunduqdan sonra karbon 3 mol qalmışdır. Əvvəl 5 mol karbon qazı var imiş. Cavabımız 5. 54-cü sualda reaksiyanın istilik effektinin Q, yanan maddənin yanma istiliyi isə Q/4'dür. Əgər maddənin yanma istiliyinin Q/4 verirsə, biz yanan maddənin əmsalının 4 olduğunu bilməliyik. Maddələr sırası verilmiş elementlər sırasında yalnız lityum və fosforun yanması zamanı əmsallarının 4 olduğunu görürük. Ona görə cavabımız 2 və 4 olur. Maddənin mol miqdarı 0,5. Əgər atomlarının sayı 4,5-dirsə, bu maddənin 1 molunda 9 atom var. 9 atom varsa əgər, o zaman maddənin formulu bu şəkildə olmalıdır. Deməli, N'imiz 2'dir. Maddənin kütləsi 65-dirsə, yəni 0,5 mol 65-dirsə, 1 molunun kütləsi 130 qram olmalıdır. Biz bu 130-dan əgər bu hissənin kütləsini çıxarsaq, metalın kütləsini almış oluruq. HCOO2 bunun kütləsi 45'dir. 2'yə vuran zaman 90 edir. 130'dan 90 çıxırıq və metalın kütləsini 40 olaraq tapırıq. Mis hidroksidi mis 1 oksidə qədər
reduksiya edən maddələr hansılardır? Bu maddələrin tərkibində aldehid qrupları olmalıdır. Natrium formiatda demişdik ki, formiat turşusu həm özü, həm duzları mis hidroksidlə reaksiyaya girir, gümüş güzgü reaksiyasına girir. Asetat turşusunda belə bir qrup yoxdur. Glukozanın açıq quruluşunda aldehid qrupu mövcuddur. Propanal onsuz da aldehid olduğuna görə bunlarda da mövcuddur. Gliserin və etilen glikol mis hidroksidlə reaksiyaya girsə də mis bir oksidə qədər reduksiya etmir. Cavabımız 1, 3 və 4. 57-ci sualda X maddəsi molekulunda bir pirabitə olduğunu və onu əmələ gətirən spirtin oksiləşmə məhsulunun aseton olduğunu bizə deyir. Əgər asetonu əmələ gətirirsə, biz mürəkkəb efirin əmələ gətirən spirti artıq bilirik. Bu izopropil spirti olacaq. Və X və Y molekullarında 8 karbon atomu olduğunu bizə deyir. Biz artıq 4 karbon atomunu görürük. Digər sadə efir molekulunda sadəcə olaraq kiçik radikallar olduğunu təxmin edib. Birin metil, digərin etil olaraq götürə bilərik. Bu zaman R1-in də metil radikalı olduğunu görürük. Bu maddələrin birləşməsi zamanı əmələ gələn maddələri bizdən istəyir. Deməli, R1 və R2. R1 metildir. R2 isə izopropil radikalıdır. Yəni, maddəmiz bu şəkildə ola bilər. Bu maddənin adı 2 metil propandır. Yəni 1-ə Y variantı. R2 və R3, yəni izopropil radikalı ilə metil etil radikalının birləşməsini istəyir. Etil radikalı ilə maddəmizi birləşdiririk. İki metil butan olacaq. Buna da C variantı. R2'lərin öz aralarında, yəni 2 izopropil radikalının öz arasında birləşməsindən əmələ gələn maddəmiz, bunu da adlandırmaq çətin deyil, 2,3 dimetil butan olacaq. Yəni A variantı. İçərisində kükürt olan 2 sınaq şüşəsi götürülür. Birinə X turşusu, digərinə isə Y turşusu əlavə edilir. Sınaq şüşələri qızdırılır. Birinci sınaq şüşəsindən qonur rəngli Z qazı. Biz qonur rəngli Z qazının, ümumiyyətlə qonur rəngli qazın NO2 olduğunu bilirik orta məktəb kursundan. İkinci sınaq şüşəsinə isə kəskin iyili T qazı. Kəskin iyili T qazının isə biz SO2 olduğunu təxmin edə bilərik. Deyir ki, Z qazı isti su ilə reaksiyaya daxil olduqda X turşusunu yaradır. Biz NO2-nin isti su ilə reaksiyasından nitrat turşusu və NO əmələ gətirdiyini bilərik. Və L qazı deyir. Bizim L qazımız NO olacaq. Deməli, maddəmizin formulu NO-dur. Beynəlxalq nomenklaturaya əsasən isə adı azot monoksid. Birinci reaksiyanın tənliyini tərtib edin. Birinci reaksiyanın tənliyi kükürdün qatı nitrat turşusu ilə reaksiyasıdır. Bu zaman
Əmsallarımız nitrat turşusunun qarşısına 6, NO2-nin qarşısına 6 yazırıq, suyun qarşısına 2 yazırıq və bitir. 60-cı sualda ikinci reaksiyanı bizdən istəyir. Biz bu zaman kükürdün qatı sulfat turşusu ilə reaksiyasını yazırıq. Əmsallarımız bu şəkildədir. Əgər T maddəsi, yəni yuxarıda qeyd etdiyimiz kimi SO2 0,3 mol əmələ gəlib, turşunun bizdən həcmini soruşur. Bizə turşunun molyar qatılığını verir. Bu C-dir. Əgər SO2 0,3 mol əmələ gəlibsə, sulfat turşusu da 0,2 mol sərf olunmalıdır. Deməli, onda əgər 0,8-dir, bundan 0,2-si sərf olunursa, 0,6 mol maddə qalmalıdır. Deməli, N-imiz 0,6-dır. Turşunun qatılığı 4-dür. Mol miqdarı 0,2-dir və həcmini hesablamağımızı istəyir. Buradan V bərabərdir 0,2 4 0,5 litr millilitrlə hesablamağımızı istəyir. Bunu da 1000-ə vururuq. Cavabımız 50 millilitr.